Ölkəmiz üçün 90-cı illərin çox çətin keçməsinə baxmayaraq, uşaqlığımızın xoşbəxt keçməsi üçün bizə internet, iPhone, son model Samsung telefon və Wi-Fi-ın parolunu bilmək lazım deyildi. 90-cı illərdə uşaqlığı keçənlərə xoşbəxt olmaq üçün hətta bir ədəd turba saqqızı da bəs edərdi. Aşağıdakı siyahıda bizim uşaqlığımızın xoşbəxtliyi olan 5 əşyanı sizə xatırlatmaq istəyirəm. Meyvə dadlı saqqızlar. Yadınıza gəlir turba, laviz, otomoto, lazer saqqızları. O saqqızların dadı hələ də mənim yadımdadır. Saqqızı çeynəmək bir yana, onların içindən çıxan şəkilləri də çox böyük həvəslə yığırdıq. Sonra da onları bir-birimizlə dəyişirdik. Hansısa oyunda udurduq və ya uduzurduq. Turba saqqızlarından çıxan şəkillər hələ də məndə qalıb, saxlayıram onları. Nə də olmasa, onlar da bizim uşaqlığımızdan bir xatirədir. Suda həll olunma içkilər. Uşaqlıqda yəqin ki, hamınız yupi içmisiniz, hə? Əgər yupi içməmisinizsə, onda 100% Invite Plus içmisiniz. Bu meyvə dadlı soklar kimi dadlı sok yox idi. Toz halında olurdu. Suda qatışdırırdıq, həll edib içirdik. Kinder sürpriz, şokoladlı yumurta. Yəqin ki, Kinder yumurta dalğası sizdən də yan keçməmişdir. Kinderdən çıxan oyuncaqlar bir yana, Kinderin şokoladı belə insana çox gözəl hisslər bağışlayırdı. Qurbağa oyuncaqlar, mavi qnomlar və ya şirinlər, cürbəcür kiçik maşınlar, pingvinlər və biri-birindən maraqlı digər oyuncaqlar. Siz də kolleksiya yığırdınız bu oyuncaqlardan. Çox heyif ki, mən qardaşımla yığdığımız kolleksiyanı yenə kimi saxlaya bilmədik. İtbat oldu, getdi. Kompüter salonları. Combat, Street Fighter, Golden Axe, Bark Knuckle və əlbəttə ki Sonic. Bu adlar sizə nəyisə xatırladır? Uşaqlığımızda tez-tez getdiyimiz kompüter salonları Sega və ondan biraz əvvəl çıxan Dendy idi. Əlimizə pul düşən kimi qaçırdıq kompüterə. Düzdür. Daha sonra Sony 1 çıxdı, yəni PlayStation 1. Orada da ancaq 99 oynayırdıq. Amma ən maraqlısı Combat idi. Fatalitilər, babalitilər. Bir sözlə indiki internet klublar bizim dövrümüzün oyun salonlarının yerini heç vaxt verə bilməzdi. Hətta valideynlərimiz bizə Sega alsalar belə, nəyəsə görə yenə də imkan olan kimi gedirdik oyun salonlarına. Tetris. Əlbəttə ki, 90-cı illərdə böyüyən uşaqların bir gününü də Tetrisiz təsəvvür etmək mümkün deyil. Özümüzün olmasa da dostlarımızın birində mütləq bu oyuncaqdan olmalı idi. İndiyənə kimi yadıma gəlir, birinci Tetrisi mənə rəhmətlik babam almışdı. Səhərdən axşama kimi oynasam belə, heç vaxt bezmirdim bu oyundan. Məndə olan Tetrisdə Tetris oyunundan başqa, əlavə səhv eləmirəmsə 7 oyun da var idi. Tank, maşın, tenis, bunlardan yadıma düşən idi. Əgər bu video sizə yüngül də olsa nostalji hissləri yaşatdısa, xahiş edirik bu videonu bəyənin, kanalımızdakı digər videolara baxın. Əgər sizin yadınızda qalan və nostalji hisslər yaradan oyunlar və əşyalar yadınıza düşsə, bu videonun altından onları şərh olaraq yazın. Tezliklə bu buraxılışın ikinci hissəsi də olacaq.